önceki tur. Geçin. Burada ana maylanıb gəlibdi, yumurtaya başlayır, bu ilin anasıdır. Bak bastı, odur bax. Görsənin yeşitimizdədir, orada görmək mümkündür ananın yumurtasını. Yaxşı rəng. Şimdi birazdan orada balaları yedirtməyə belə çəkə bilirsən. Bu bizim təzə yetişdirdiğimiz İtalyanlardır. Bu ilin rəngidir, göy rəng. İndi təzə çıxıbdı, harasa 2 gündür çıxıbdı. Yəqin ki 2 gündən sonra mayalanma uçuşuna çıxacaq. Hə, deməli bax bu bizim yeni İtalyan anamızdır. Bu ilin anasıdır. Göy rəngi bilirsiniz də, bu ilin rəngi göy rəngdir. Az tərəfə keçdik, qoy baxaq diqqətlə, baba. İtalyan sortu başqalarından nə ilə fərqlənir? Çox güclü yumurta qoyur, həddindən artıq yumurtanı çox qoyur. Belə deyək də, normal arılarımız 1000-1500 yumurta qoyur sutkada. İtalyan 2500-3000 yumurta qoya bilir bir sutka ərzində. Aqressivliyi necədir? Yəni Çox rahat, çox sakit. Yəni İtalyanda ümumiyyətlə aqressivlik yoxdur demək olar ki. Xəyal bəy, bir mütəxəssis kimi bir şey soruşum. Bayaq bizim bir arıçı yoldaş bir arının aqressivliyindən danışırdı. Yəni amma çox məhsuldar yeşiyim var deyir, amma çox aqressivdir, yaxın gedə bilmir. Bu nədəndir? F1-lər, F2-lər belədəndirmi, yoxsa anaların dönməsi? Yox, olur. O ümumiyyətcə görürsən ki, ana sortların düzgün mayalanması lazım. Məsəl üçün bizdə İtalyanlar bakvasına maylanır. Bakvas İtalyandan çox sakit, çox rahat növlər alınır. Yəni Karnika ilə İtalyan maylananda biraz aqressiv olur. Bilirsiniz nə tərdir? Biraz bu çətin məsələdir. Erkək xətti var, ana xətti var. Onlara dəqiq riayət etmək lazımdır. Çox incəliklərə gedirsən bu barədə. Çalışıb rahat. Ümumiyyətcə bax biz İtalyanın safını gətirmişik. İtalyanın safı o qədər gözəldir, o qədər sakit, o qədər rahat bir növdür ki, yəni indi heç ümumiyyətcə səni vurmaq barədə fikirləşmir o arı. Çox rahat. Çox adam deyir ki, məsəl üçün arıçılarımızda belə bir şey də var ki, deyirlər ki, güya ki
aqressiv arılar, insanlara cuman arılar çox bal verən arılardır. Elə söhbət yoxdur. Bizim arılar çox rahat arılardır və çox məhsuldar arılardır. Yəni orada elə bir söhbət yoxdur ki, aqressiv arı balı çox verir. O başqa bir şeydir, tamam başqa bir şey. Məsələn, İtalyan sortu dediniz. Bax, bunun Azərbaycana, bizim yerli şəraitə adaptasiyası necə keçdi? Biz biraz da coğrafiyadan deyək. İtaliya ilə Azərbaycan eyni ekvator xəttində eynidir. Ona görə demək olar ki, adaptasiyası da çox rahatdır, çox gözəldir. Mən artıq bakvası ilə İtaliyanı bir 7-8 ilə yaxındır ki, istifadə edirəm. Çox gözəl nəticə görürəm. Yəni bizim yerli arılarımız demək olar ki, indi biz genofon deyirik, amma valla genofonumuz məhv olubdur. Genofon sıfır vəziyyətindədir. Azərbaycanda genofon deyilən bir şey qalmayıb. Yaxşı ki, bu xaricdən gələn analar var. Yaxşı ki, bu saflar gəlir, F1-lər gəlir, birinci nəsillər. Bütün Azərbaycanın, belə deyək də, əlində artıq xarici sortlar var. Çox sürətlə biz onu yetişdiririk, artır və nəticəni görüb eləyirik. Nəticəni görməsək biz onu eləmirik. Yəni, keçən illəri hər yeşikdən biz 40-45-50 kilo bal götürdük. 40-50 kilo arası hər yeşimizin payına bal düşdü. Yəni, o da bizə normaldır, bizim üçün normaldır. Xəyal bəy, bir sual verim. Məsələn, bax, bu arıçılıqda sort yetişdirmək, yeni anaların xaricdən gətirilməsi, bunlar pərakəndə haldadırmı? Yoxsa bizim bir qurumumuz varmı, Arıçılıq Assosiasiyası mı, Kənd Təsərrüfatı Nazirliyi mi? Bununla məşğul olunurmu? Yetərli mi sayırsınız bunu? Əslində, Azərbaycan Respublikasının arıçılıq haqqında qanununda kənardan, xaricdən ana gəlişinə qadağa qoyulmuşdu. Son illərdə məsəl üçün Kənd Təsərrüfatı Nazirliyində artıq onu dəyişiblər, qanununda dəyişiklik eləyiblər. Yəni ki, 100-dən artıq 70, 100, 110, 150, belə 100-dən artıq ümumiyyətcə təsərrüfatı olan adam müraciət eləyir ərizə formasında, xaricdən ananı sərbəst gətirə bilir. Bu şərtə ki, gələn analarında sağlamlıq sənədi olmalıdır, bir neçə sənədlər orada lazımdır toplanması. O sənədlərlə, belə deyək də, normalda pasport olmalıdır, xaricdən gələn arıların canlı kimi pasport olmalıdır. Mən özüm də gətirmişəm, yəni normal qaydada, yəni qanuni qaydada çox gözəldir. Yəni yəqin ki, biz ondan nəsə əldə eləyirik ki, biz onu təzədən bir də əldə eləməyə çalışırıq. Müraciət eləyir dediniz. Bu müraciət kimə ünvanlayırsınız? Kənd Təsərrüfatı Nazirliyinə yoxsa Gömrük Komitəsinə? Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunur. Onlar lisenziya verirlər həmin arıçıya. Lisenziyanın əsasında o arılar gətirilir və kömrükdə də heç bir problem yaranmır. Yəni qanuni şəkildə gəlir artıq, amma bir neçə il bundan öncə qədər elə bir şey yox idi. İndi bir şey soruşum. Bax, hazırda Arxanada fəaliyyətdəsiz. Axşamın bu saatında intensiv çalışırsınız. Biz də sizi bölürük. Məcburən sağ olun ki, müsahibəyə razılıq verdiniz. Nə işlə məşğulsunuz bu saat? Biz artıq hava qaralmağa bir şey qalmayıb. Bugün köç eləmək istəyirik əslində. 2 ədəd qoşqumuzu hazırlamışıq. 22 ədəd arımızı köçürməliyik əraziyə. Elə yaxşı oldu. Həmin köçümüzdən də istəsəniz çəkiliş eləyə bilərsiniz. Sağlıq olsun, bir də gedərik, orada nəticəni çəkərsiniz. Görərik ki, biz bizdə görülən işlərin nəticəsi necə alınır. Həmin nəticəni də çəkib görsədərsiniz, arıçılarımız görsün ki, biz düzgün qaydada işləmək lazımdır. Lazım olan qaydalara əməl eləmək lazımdır ki, axırda nəticə əldə eləyə biləsiniz. Onda yaxşı olar ki, keçən il ilə köçə hazırladığımız arıların yanında müsabiqəni davam elətdirək. Tamam, getdik. Xəyal bəy, bunlar deməli köçə hazır yeşiklərimizdir də, ailələrdir. İndi nə eləmək lazımdır və nə edirsiniz? Bəli, biz artıq hazırlamışıq. Saat 4-də, 5-də işdən gələndən biz bu işləri görmüşük. Köçə gedən arılarımız setka qoyulmalıdır mütləq şəkildə. Setka qoyulmalıdır. Onun üstündən dəsmal qoyulmalıdır. Dəsmalı havasını çəkmək üçün mütləq qatlamalıyıq yarısını. Çünki belə deyək də, bu əlavə korpusda qoymuşuq ki, 14-lük deyirik biz buna. Həm havalanması geniş olsun, həm də burada bu setkanı mütləq qoymaq lazımdır. Setkanı qoymayanda arı pişir, yanır, yəni məhv olur. Boğulma gedir, qızışma gedir, bal əriyir, tökülür arının üstünə. Ramkalar əriyir, balalar da məhv olur,
bütün arxana məhv olur. Ona Yəni görə burada döşək, ehtiyac yoxdur. Sadəcə belə Bir dənə bax korset. bunu, əgər arı lap güclüdürsə, qoşun lap həddindən artıq güclü olanda biz bax bunu qatlayırıq. Tamamilə bax belə bir qıraq hissədə qoyuruq. Bax burada arı məsəl üçün görürsüz burada çıxıbdı yuxarı hissəyə. Bu formada arını neçə kilometr istəsəniz uzaq məsafələrə apara bilərsiniz. Heç bir təhlükə yoxdur. Bizim indi hava sərin olduğuna görə ehtiyac yoxdur çox qatlamağa. Və bir belə hissəni qatlayırıq. Bunu döşəkçəliklə bir yerdə qapağını qoyuruq. Amma bir şey deyim, bəzi arıçılarımız bir şeyə riayət eləsinlər. Bu qapaqda hava çıxışı var. Burada havanın çıxması üçün, buradan gələn isti havanın çıxması üçün deşilmiş yerlər var və hava buradan isti hava axını çıxır. Yəni o mütləq şərtdir. Bu qaydada qoyuruq. Üstündən də remenimiz var. Remenlərimizi keçirdirik hazır vəziyyətdə. Çox rahat daşınma qaydası var. İstəyirsiniz qoy bu yeşiyin ağzını bağlayaq elə görəsiniz ki, nə formada bağlanır. Deməli, bax buradan çəkəndə qapaq bağlanır. Hə. Qoy belə deyək də. Arımız hələ hava qaralmadığına görə çöldədir. Onu bir dəqiqə püskürmə üçün su gətirək, həmin qaydada başa salaq. Köçə hazırlaşmaq üçün dedik ki, ilk öncə bunun üzərini torla örtürük. Setkanı qoyuruq. Setkadan sonra dəsmalımızı qatlayırıq və yeşiyin qabağında hava isti olan vaxtı çox müşahidə olunur. Yeşiyin ağzında arı çox qalır. Ona su püskürməsi vururuq. Bax, çox adam tüstü vurur. Tüstü vurmayın. Biraz yaxın məsafədən vur Yaşar, narın. Su vuran kimi onlar girirlər içəri. Yaxından vur biraz. Ay, sağ ol. Su. Qabaq hissəsini də qaldırırıq. Buradan sıxırsınız. Bax, bunun da çox rahat bir qaydası var. Bax, buradan çəkirsən, özü riqlovqalayır. Keçdi bura. Hər ehtimala qarşı. Buradan da bir dənə biz belə düyün vururuq ki, ola bilər təhlükə açılır. Bu formada birimiz bu tərəfindən remenin, birimiz də o tərəfindən götürür, yığırıq. Çox rahat qayda. Bir dənə arı köç vaxtı bizi vurmur. Bu remenlər hazırdır yoxsa özünüz bunu? Özümüz düzəltmişik, özümüz fikirləşib samodelini özümüz düzəltmişik. Qarmaqları da özünüz. Bəli, hamısını özümüz əymişik, düzəltmişik. Çox rahatçılıqdır. Yəni bunun açılma şansı yoxdur. Köç vaxtı da qaydalara düzgün riayət eləmək lazımdır ki, arı köç vaxtı insanı vurmasın. Təhlükəsiz qaydada aparasan, qaydasan. Yəni məhsuldan gələndə də, məhsula gedəndə də köç vaxtı heç bir arıdan çəkinmək ehtiyac olmasın da. Yəni adam var, gücü çatmır, köməkçi çağırır kənardan. Kənar adamlar gəlib işləyəndə onları vursa problem yarana bilər. Bir də bir şey deyim, bütün arıçılar bilsinlər. Evdə mütləq bütün arıçıların evində, soyuducuda allergiya qarşı iynə saxlasalar daha gözəl olar. Məsələn, Dimidrol, Prednizolon. Hə, liboy bir allergiya qarşı dərman olsun, iynə olsun, iynə şəklində. Çünki təhlükə ola bilər. Kənardan adam gələn vaxtı qonağımı və yaxud uşaqmı, kimsə ola bilər də arı sancmasından allergiyası olar, təhlükəli olar. Tez o iynəni vurub, heç olmasa həkimə çatdırana qədər ona bir yardım eləmək lazımdır. Mütləqdir. Mən bir şey deyim, bu yayın daha çox aktual bir məsələsidir. Məsələn, iynə yoxdur evdə. Arıçı ailəsinə bir adam gəldi və yaxud da bir vaxt mənim oğlumun dilindən vurmuşdu arı. Belə bir situasiyalarda Türkiyə çarə. Türkiyə çarə, belə deyək də, məsələn, mən də rast olmuşam, bəzi uşaqlardan da vurma olubdu, böyükdən də. Biz ən çox nə edirik? Zəhərin yayılmasının qarşısını ən çox sarımsaq alır. Sarımsağı bir dilim kəsirik, istadır, həmin dildən vursa dilin üstünə, üzdən vurursa üzün üstünə, arı vuran yer, dikanını çıxardırıq iynəsini, onun üstünə yapışdırırıq. Yəni o qoymur, o zəhəri soğurur, çəkir yeri. Qoymur o bədənə gedib yayılıb, onu şişməmələ gəlməyə, allergen verməyə, tez onu eləmək olar. Mənim üçün məsələn ən idealı sarımsaqdır. Bəzən deyirlər pomidor, bəzən deyirlər spirt. Yox, mən sarımsaqdan çox istifadə eləmişəm.
Bizdə məsələn bizim bədənimiz örgəşibdir, heç bir şişmə, heç bir zərər yoxdur. Məsəl üçün məni 20 dənə, 30 dənə arı da vura bilir, heç bir problem yaşamıram. Amma adam var bir arı vuranda təhlükəlidir. Ona görə mütləq nəsə yardım eləmək üçün ən azından indi o çox adam gətirir, deyir ki, dəmir sürt, qaşıq sürt, amma o düzgün deyil əslində. O heç bir problem, yəni həll eləmir. Dəmiri ora sürtməklə o iş həll olmur. Əsas məsələ odur ki, bədənə zəhərin yeriməsini dayandırsın və sovursun, geri çıxartsın. Onu da sarımsaqda biz görmüşük. Sarımsaq çox gözəl sovurma qabiliyyəti var. Zəhəri qoymur yayılmağa, sovurur onu təmiz. Bir də köçə qaydaq. Bax, dedik üzərini dəsmallayırıq. Ramkalar, içindəki arı çərçivələri. Demək ki, axıra kimi dolmalıdırmı və yaxud da yarımçıq qalanlar mismarlanmalıdırmı? Necə olmalıdır? Mütləq dolu olmalıdır. 2 mərtəbə dolu olmalıdır. Bizim bax bu 2 mərtəbədə hardasa 14-15 ramka süfrəli ramkalarımız var. Arımız polnu qoşundur. Bu 3-cü mərtəbəni əlavə atmışıq. Həm köç vaxtı havalanma olsun, həm də arı birinci bunu dümmaq, pesatlayır, yığır, birinci buradan başlayır. İndi bir 10 gündən sonra gedəndə görüşürük ki, qəşəng gəlir başlayıbdır, təbiətdə hava sinibdir. Bu 14-lük korpusun 3-cü mərtəbənin birini də əlavə edəcəyik. Həmin o korpusları arımız doldurur, tam-tamına bizə təhvil verir. Çünki analar izolyatordadır. İçəridə bəli, ana izolyatorundadır. İçəridə heç bir rasxod yoxdur. Çöldən gələn balın hamısı arıçı üçün yığılır ora. Yəni balası üçün yedirdə bilmir. Çünki bala yoxdur. Tək bala deyil orada, artıq həm də beçə təhlükəsi. Beçə təhlükəsi yoxdur. Bilirsən ki, heç belə deyək də, biz bu arını aparıb qoyduq ora. Ay yarım sezon qurtarana qədər biz ora getməyə bilərik. Çünki oradan nə beçə çıxa bilməz, nə orada rasxot yoxdur. Yeşiyin içində gələn balın hamısı ora yığılır. Balın arısı üçün hamısı yığılır ora və xəstəlikdən azad olur. Bütün gənədən azadsan, hər şeydən azadsan. Yəni arıçılığa lazım, nə lazımdırsa o izolyator onu tənzimləyir. Gözəl, deməli bizim qalır bizə tamaşaçılarımıza göstərməyimiz hava qaralsın, köçə yığılmaq. Hə, artıq arı yığışıbdır. Demək olar ki, çöldən gəlir lap azalıb, 1-2 arı qalıb çöldə. Yəni hazırlaya bilərik. İndi gedirik qoşqumuzu qoşmağa maşına. 2 qoşqumuzu birdən qoşub çıxacağıq ayrı-ayrı maşınlarımıza. Bu dəqiqə gedirik indi onları hazırlamağa. Getdik. Xəyal bəy, deməli arıların köçü üçün burada qoşquyu hazırladınız. Burada təhlükəsizlik qaydaları barədə bizim tamaşaçılarımıza məlumat verin. Həm arıların təsərrüfatın təhlükəsizliyi, həm də yol hərəkət qaydalarının təhlükəsizliyinə necə əməl edirsiniz? Hə, deməli, qoşqu qoşulur, bütün işıqlar yoxlanılıbdır, hamısı gün üzü vaxtı. Qanunu yanmalıdır, patvarniklər yanmalıdır, stop yanmalıdır, pavarontik, hamısı işləməlidir. Yəni orada təhlükə olmasın da, nə qədər işığımız düzgün işləyir, işıqlar çox olsa o qədər təhlükəsizlikdir. Yəni yola çıxanda mütləq işıq sistemi düzgün olmalıdır. Və arıların da burada deyək ki, arı ailələrini, yeşilləri, kovanları necə qoyursunuz? Bax, burada nə qurmuşsunuz, nə tərcih ediyorlar? İndi biz buranı elə düzəltmişik ki, burada yeşiklər hamısı öz yerinə oturur və tərpənmir. Sonra da üstündən bununla bir dənə zincir var. İndi bu dəqiqə biz onu daşınmamız başlayır, yığırıq. Görəcəksiniz ki, nə qaydada işlər görürük. Tamam, başlayaq. Şahin getdik mi? Bunun ağzını qoyacaq elə. Bunu qulufqalamaq lazımdır ki, püskürməni toz şəkil. Bir də remeni həmişə sentrə gətirginən ki, orada. Bu əlimizdən istədiyimiz qaydada sıxılmanı tənzimləyə bilirik. Sən bağlaya gidiyor. Hə, bir 4 dənə bağlayaq. Bu sıxılmanı Bax, bu sıxılma əlinlə riqlovka. İstəsən sərt sıxırsan, istəsən boş sıxırsan. Bu bizim normativdir. Altından da bir dənə belə bağlayırıq. Tam təhlükəsizlik. Əldə açılmamaq üçün. Remendir, açıla bilər.
biz bunları elə hazırlayırıq ki, yəni bu vaxta qalanda yalnız eləcə remeni çəkib bərkitmək qalır. Yəni bizim işimizə heç nəyə çətinliyimiz yaranmır. Maşallah. Hadi yükləsinlər, maşın qapıdan çıxsın. Oranı elə düzəltmişik ki, naxadə oturur yerinə, heç ara tərpənmir yeşik. Hayır koydu. Bunu mu koyalım? Bak oranı yandı. Belki. Kırıcı değil. Qoşqular elə bir şey deyək. Qoşqular çoxdur. Amma ən idealı bu qoşqudur bizim üçün. Çünki çox rahat, çox təhlükəsiz, çox belə lazım olan səviyyədə. Size burada beyin olsun. Belki kulağım. Yaxşı değil abi. O eğin olsun. Ağrı mı bu? Heç nə olmaz. Tam da oradan zaptayım. Bizim şeyler değil. İmle sanat kurban kadar beni. İyi yaptım. Böyle gitti mi? Oğul istəyirəm. Bunu iki əlində düşürsün. Getdik gördük, arı yeşiyi tərpədə bilmirdik. 4 mərtəbədə idik keçən il. 4 mərtəbəni tərpədə bilmirdik. Getdik bir gün, 2 gün 4-cü mərtəbələri yığdıq. 2 gün 3-cü mərtəbələri götürdük, sonra 2 mərtəbəyə saldıq, elə gətirdik. Bax, axırda da bunları çəkə-çəkə gedirik. Remenlərimiz pola yapışdırır, poldan tərpənməməsi üçün. Ekunda da budur. Bu konstruksiyanı özünüz yapmışsın da. Bəli, bəli. Özümüz rahatçılıq üçün bu sistemi qurmuşuq. Bunu da axırda bir dənə. Şu. Bu tam təhlükəsiz. Bax bu bizim yekun, bu qoşqumuz hazırdır. Arxasında məftillə tam hazırdır. Bunu da indi bağlayırıq. Buyurun müəllim, qoyun tutun. Bəli, artıq köçümüz başladı. Gedirik dağlara tərəf. Bugünkü köçümüzü başlamışıq.